Bismillahirrahmanirrahim və bihi nəstəin. Allahumma salli ala Muhammed və ali Muhammed. Salamun aleykum və rəhmətullah. Əziz dostlar, hər vaxtınız xeyir olsun. Bu vəhhabilər həmişə Muaviyyəni sevdiklərini dilə gətirirlər və etiraf edirlər və fəxr edirlər. Bəzən biz onlara deyəndə ki, Allah sizi Muaviyyə ilə məşhur eləsin. Onlar cavabında qayıdıb deyirlər, İlahi, amin. Çünki Muaviyyəni Allahın sevdiyi bəndəsi kimi tanıyırlar və cənnət əhli kimi tanıyırlar və hətta utanmadan gəlib deyirlər ki, Muaviyyə, bəziləri daha sonra gəlib üzr istəyirlər, yox, belə deyil, o Allahın razı qaldığı Rizvan beyətində iştirak edən şəxslərdən olub, əlbəttə məlumdur, bunlar hamısı yalandır. Muaviyyə bütün səhabələrin qapısıdır, Muaviyyəyə toxunmaq olmaz. Ölsəniz də, hətta bəzən bunu da deyirlər, ölsəz də biz Muaviyyəni sevəcəyik. Yəni, məlumdur ki, bunlar Əməvi sevgisi ilə böyüyəndilər. İndi mən bir sual veririk, əlbəttə dəfələrlə bu sual verilib ki, necə ola bilər Əli ilə vuruşan, Əliyə səbb edən, Əliyə lənət göndərən, Əlini söyən bir şəxslə siz bu cür davranırsınız və ona bu cür sevgi göstərirsiniz. Bu mümkün deyil axı. Onlar deyirlər, xeyr, onlar arasında iki dənə mömin idi də vuruşdular, tamam, həll oldu, getdi. Bəs deyirsən, bu səbb etməyi necə eləyək? Söyürdü əlini, lənət deyirdi. Deyirlər, xeyr, elə bir şey yoxdur, Səhih Müslimdən gətirirsən, deyirsən, əmr elədi Muaviyyə, səbb etməyə əmr elədi, Səid ibn Əbi Vaqqasa, Səid ibn Əbi Vaqqas boyun qaçırdı, səbəbləri var, orada nəql eləyir. Deyirlər, yox, burada əmr etmədim, sadəcə Muaviyyəyə sual yaranırdı. Halbuki İbn Teymiyyə özü gəlib etiraf edir ki, əmr elədi Muaviyyə, əmərə Muaviyyə, səbb etməyə əmr elədi, amma fəəba, Səid ibn Əbi Vaqqas da boyun qaçırdı. İndi mən bir dənə sizə hədis oxuyuram, səhih sənədlə nəql olunub. Hədis ki, açıq aydın şəkildə deyir ki, səbb edirdi Muaviyyə. Əl-Musannəf kitabında İbn Əbi Şeybənindir. Bunun barəsində danışmışıq. Buxarinin ustadı olub, şeyxlərindən olub. Əl-Mücəlləd-ü Səbiə Əşər 17-ci cilddə. Gəlib orada Kitab-ül Fəzaildə 18-ci babda 32741-ci hədis. Əbu Muaviyyə nəql edirdir Musa ibn Müslimdən. İsnaduhu qavi, aşağıda da yazılıb, isnadı qavidi Muhammed Avvamə bunu təhqiq eləyib. Ki, gəlir deyir, isnaduhu qavi, bu hədisin isnadı qavidir, güclüdür. Əbdürrəhmandan gəlir, nəql edir, ta gəlir bu yerə ki, Səəddən nəql edir ki, qədimə Muaviyyə fi bəzi, bir gün deyir, Muaviyyə həclərin birində gəldi Məkkəyə və Səd ibn Əbi Vaqqas da gəldi onun yanına. Fəzəkəru Əliyyən. Muaviyyə və Sədin yanında olan şəxslər Əlini yad elədilər. Əlinin adını çəkdilər. Fənələ minhu Muaviyyətu. Nələ min, yəni nə? Yəni səbb elədi. Yəni pis danışdı. Gedin baxın, nələ min nə demişdi? Fəğəzibə Sədun. Səd də əsəbləşdi buna görə. Təsəvvür edin ki, bunlar deyirlər ki, Həzrət Əli də 10 nəfər o cənnət əhlindəndir. Muaviyyə də cənnət əhlidir, çünki Quran deyir ki, onlardan Allah razıdır. Sual yaranır ki, Muaviyyə artıq Həzrət Əli əleyhissalam dünyasını dəyişmişdi də. Dünyasını dəyişib, yenə də Əlidən pis danışır. Yenə də Əliyə səbb edir. Bu nə deməkdir? Cənnət əhlini adam səbb edər, haqqında pis danışar. Yaxşı, müharibə eləmişdir, həmən vaxt düşmən idi, neynəş, deyirsiniz belə. Dünyasını dəyişib, yenə də onun barəsində pis danışır. Məgər demirsiniz, yəni Muaviyyə Quran oxumurdu, Allah sahabələrdən razıdır, bunu görməmişdi Muaviyyə. Niyə lənət göndərirdi? Niyə səbb edirdi? Niyə pis-pis sözlər danışırdı? Fənələ minhu Muaviyyə və Səd ibn Əbi Vaqqasla baxmayaraq ki, əhl-i beytdən arası yox idi və hətta beyət belə eləmədi. İmam Əliyə bu şəxs gəlib müdafiə elədi Həzrəti Əli əleyhissalam. Sünən-i İbn Macədə, Səhih Sünən-i İbn Macədə də bu hədis gəlib, özə səhihdir. Diqqət eləyin, Səhih Sünən-i İbn Macədə 120-ci hədisdə Səid ibn Əbi Vaqqasdandır, Muaviyyə deyir, həzləri eyni ilə həmən hədisdir. Fədəkəru Əliyyən fənələ min. Nələ min. Yəni,
onun barəsində danışdı, pis danışdı. Mən baxıram, mən sizə deyim bir dəqiqə, baxın görün nə'lə minhun mənası nədir? Və vaqa'a fih və səbbəhu. Yəni söydü əlini. Əli əleyhissalam dünyasını dəyişmişdi, amma yenə əlini söyürdü. Yenə də Əli barəsində pis danışırdı. Niyə? Belə bir şəxsi siz sevirsiniz. Məgər Həzrət Peyğəmbər buyurmadımı ki, hər kəs Əliyə səbb eləsə mənə səbb etmiş olur? Məgər Həzrət Peyğəmbərin xanımı Ummu Sələmə gəlib demədi ki, mən eşitmişəm siz Peyğəmbərə səbb edirsiniz, təəccüb elədilər, biz niyə Peyğəmbərə səbb edirik? Axı, ola bilməz. Dedi, eşitdim ki, Əliyə səbb edirsiniz. Baxın, siz təsəvvür edin, Həzrət Əliyə səbb edən Peyğəmbərə səbb etmiş olur. Peyğəmbərə səbb edən hökmünü də bilirsiniz. Muaviyə də açıq aydın şəkildə səbb edirdi, amma yenə gəlib Muaviyəni sevirsiniz. Bunun adını biz nə qoyaq? Bu nasibilik deyilmi? Bu xəvaricilik deyilmi? Bu münafiqlik deyilmi? Siz Əməvi davamçıları deyilsinizmi? Niyə etiraf etmirsiniz? Allahın salamı olsun hidayətə tabi olanlara.